Salam aleyküm, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Bugün aprel ayının 17-si. Mən Ucar rayon Könüllü İctimai Nəzarət Təşkilatının sədri olaraq Ucar rayon 28 may yaşayış binasının həmin binanın qarşısında çəkiliş aparıram. Deməli, bu binanın sakini mənə müraciət etdi ki, gəlin burada çəkiliş aparım problemi ictimailəşməsindən ötürü. Gördüyünüz kimi burada deməli bu yağan yağışlardan sonra bir neçə saat bundan öncə gördüyünüz kimi burada barı hissəsi aşıbdır. Deməli buranı təxminən neçə il var burada barın çəkildiyi? 4-5 il var. 4-5 il öncə burada barı çəkilibdir. Yəqin ki Ucar rayon icra hakimiyyəti tərəfindən də, yəni belə deyək. Bəli, bəli. Aidiyyatı qurumlar üzrə, yəni burada işlər görülübdür, tikilib bundan ötürü ki, həmin bu ərazini malqaradan qorumaqdan ötürü, yəni malqara bura girməsin. İnsanların burada əkin yerləri var, yəni burada əkin əkirlər. Yəni buraların qorunmağından ötürü burada belə bir iş görülmüşdür. Təəssüf olsun ki, indi bugün də həmin bu yer aşıbdır. Yəni bu aramsız yağan yağışlar burada da öz fəsadını göstərir. Mən istəyərdim müraciət üçün həmin bu binanın sakininə söz vereyim. O da öz müraciətini bildirsin, xahişini bildirsin aidiyyatı qurumlara ki, aidiyyatı qurumlar həmin bu problemin həllindən ötürü öz dəstəklərini göstərmiş olsunlar. Buyurun, zəhmət olmasa özünüzü təqdim edin. Həmidov Rəşad Həmidoğlu, mən Ucar rayon sakiniyəm. Mən bu 28 may binasında yaşayıram. Bu bina, bu barı çoxdan çəkilibdir. Amma bu gün də fasadı yəni budur. Açdı. Bir 2 ildə olar. Ayındakı aşıbdır. Göstərək. Deməli, sakin bildirir ki, 2 il öncə də həmin bax bu gördüyünüz bu ərazidə tikilmiş var, bu barı da aşıbdır. Elə yəni bu vəziyyətdə də qalıbdır. Kimsə gəlib bura, yəni baxan yoxdur. Bu problemi aradan qaldıran yoxdur. Buyur əziz qardaş. Mən istəyirəm ki, gəlsinlər bu barın tezliklə, yəni buranın bərpası olsun. Mən də sizi iki müəllim çağırdım ki, yəni ictimaiyyətə bildirək ki, bunu, yəni bu aşıbdır, ağaclar da orada ziyan dəyibdir. Biz istəyirik ki, yəni bu barı təzədən bərpa olsun. Qaldı ki, orada padval var. Padval da təmiz suyun içərisində batıb gedir. Təmiz dizdəndir. Xahiş edirəm ki, oranı da çəkərik. Çəkib göstərəm, videonun sonunda oranı göstərəm. Bu barın da istəyirəm ki, yəni gəlsinlər, baxsınlar. Mən bundan ötəri çağırmışam. Xahiş edirəm, köməkinizi göstərəsiniz. Çox sağ olun, təşəkkür edirəm. Deməli, binanın sakini gördüyünüz kimi müraciət edir aidiyyatı üzrə qurumlara. Biz də ictimai nəzarətçi olaraq xahiş edirik ki, aidiyyatı qurumlardan həmin bu ərazidə yaranmış problemin həllindən ötürü bu binanın sakinləri öz köməkliklərini göstərsinlər. Problem inşallah tez bir zamanda aradan qaldırılsın. Çox sağ olun, öncədən hər birinizə təşəkkür edirəm. Ucar rayon İctimai Nəzarət Təşkilatının sədri Məmmədov İlkin.